Salam. Bu benim kanalımda olan ikinci videodur. Ama birinci videodan fərqli olaraq bu günlük bir vlogdur. Və bu vlog universitet günlərində çəkilibdir. Hansı ki, magistrın ikinci semestrin, yəni son semestrinin praktika dövründə çəkilmiş bir vlogdur. Və hal-hazırda yay aylarıdır. Hansı ki, avqust ayının 6-sıdır. 2026-cı il. Mən magistrda bitirdim və hal-hazırda universitet günlərindən qalan videolarımı editləyirəm. Universitet vaxtında çoxlu çəkirdim videolar, vloglar hətta çəkirdim nə qədər günlük. Sadəcə onları editləməyə vaxtım əsla olmurdu. Çünki həm universitetin dərsləri, həm özüm dərs keçirəm, həm başqa özümü inkişaf etmək üçün kurslara yazılırdım. Yəni o qədər dərslərin içərisində artıq evə gəlib buna məşğul ola bilmirdim. Amma hər zaman da vlog çəkməyə marağım olduğu üçün, izləməyə də marağım olduğu üçün həmişə çəkirdim, bir qıraqda saxlayırdım ki, bəlkə bir gün mən bunu editləyərəm. Və o gün gəlib çatdı. Neçə dənə günlük vlog çıxar bilmirəm. Telefonda 700-dən çox vlog var, amma onların hamısı həmin günü bütövmə etləmişəm, yarımçıq mı qalıb, onu artıq bilmirəm. Ona görə inşallah onu editlədikcə görəcəm. İndi siz hal-hazırda görürsünüz ki, mən artıq universitetə çatdım. İndi hal-hazırda kafedraya getdik, gəldik və qrup yoldaşımla nələr edilməlidir onları öyrəndik. Praktika dövrümüzü tapşırıqlar etməliydik. Bizə tapşırılanları əvvəlcə kafeteriyada görüşdük. İkimiz də kursdan gəlmişdik, ayrı kurslardan. Sizə xoş izləmələr. Neyse aylar sonra Bego'nun kantinindeyim. Ümit ediyorum sesimiz titreyip yine. Mikrofon da alacağım inşallah. Mikrofonu siparişi. Başka şey var. O tip bir mikrofon. Yavaş konuşsana ama sesim var. O tip bir mikrofon. Tipli böyle tipsiz böyle tipli alacağım her kişi. İşte. İşte. İndi oturup ne yazırıq? Tələbə haqqında məlumat yazmalıyıq. Evet. Şeyin son günüdür. Ümfərə gündən dəftər almışam. Görək, tələbənin haqqında hiçbir şey bilmirik. Tələbə haqqında sadece adını soyadı. Size detay vermem lazım değil böyle. Detaya girmeyeyim. Aslında bitirdiğimiz zaman hava ediliydi. Bence Şeydi, böyle kesireni istediğim varsa keserim. Böyle hele ki bu kadar yazmışım. o sırada line TikTok var. İzliyordu fakat düşürmüşsün. Evet. Dedi 12 vərəq yazmalıyıq. Benim dəftərim 12 vərəq yedi. İnşallah sıxışar. Bitirərəm. Görək. Bir çay ala. Ben yani siz ben de heveslendim. Olabilirsin ben de açtım ve İblis olsun. İnsan sıcak. Bu sözlüsü insan sıcak. Ama yok değildi yok. İyiydi çünkü. İçler disertasyon hala 10 verek yazmamışım. Ona göre de vaktim yoktu. Ben de yazmam tutamamışım. Birinci şeyim hələ qalıbdı, qutarmayıbdı. Yəni birinci bölməm hələ qutarmayıbdı mənim. Paragraf, 3-cü paragrafdayım. Hələ ki özləri düsturlarını yazmışam, nümunə misal qoymamışam. Heç də hələ düsturlarla qutarmamışam. Yəni misal qoysam, vapşe bax. Yani on kiloşa hareket eden insan depresyon düşür. Yəni bitirməyimizə bir tərəfimiz sevilir, bir tərəfimiz də disertasiyaya görə ağlayır. Neyse çatdıracaq inşallah, negativləri uzaq tuturuq. İnşallah. Çatdıracaq. Öyrəşəcək, görebilirsin. İlk üniversiteden başlıyor. Aslında İsrail şəhərində bir keçir vlog çəkir. Neyse, şeyi çəkmək istəyirəm. O, Instagramda işləyən uşaqlara çox hoşuma gəlir. Kız olan Leyla, yanındaki Ekim Anas. Bir dənə. Çok hoşuma gəlir. Onlar çəkməyəndən bir şey istəyirəm. Sən bir də. Tamam. Arada fayda var elbette ama. Yok fayda var dedim. Kim okuyor? Yoru yayla şey. Ne? Fayda ne okuduğu şeydi. Ben arkadaşımı çok sevdim. Burada da onu beğenirsen diyeyim. Arkadaşım adlı yanında saklamam benim mucizevi yani. Onu da ilk an dedim. O benim mucizevi. Neydi adı? Çok meşhur bir mansı var idi. Bildim onu. Tadı testleri. Köhrəman adamı yeni yetirildi. Neyse. Neyse, Alttan koyarsın. Alttan koyaram. Mahnılar səsləndirir. Ama içine var. Bir de çok tadı yasak. Bizim yazmamak için bəhanələr. Ama yazacaq.
İkisini de açaq. İkinci çayımızı. Şey götürmemiz lazım. Bunlar bu çengel değil, kaşık değil. Kaşık, bunu kesin bilmem bundan. Ben diləmirəm. Keçək deyil, ayrıca adamla baxın. Nə qədər dayandı. Mən ürəyim çay istəyirdim. Bəyəndim. Bəyəndim. Bunun gibi.却人们哐当中，在凌晨3点枪毙，和乐火鸦片射进门壁，拉着痛敌。我印象县城过磨掉漆的烧骨气，听家门风飘来，咒骂混着捍卫你。笔写完的刻画画在远处符号铃，那种早被砸成没法走动的废铁，今天得跟我扯什么合理的规矩？我偏要把高山喊到喉咙失血，苦练才会所有铺垫，和弦直接装在胡言。Aha ve biz üstünden ne kadar vaxt geçti əslində biz orada yemək yedik, çay içdik və baxdıq ki artıq 2 saat keçib demək olar. Biraz söhbətlər, biraz yavaş-yavaş yemək, həqiqətən yorğun uyduq çünki kursdan gəlmişdik. Daha sonra başladıq tapşırıqları yazmağa. Bu da çox gec qurtardıq. Xatırlayıram ki artıq bufet bağlanırdı və bağlanana 1 dəqiqə qalmış biz başladıq çıxmağa. Çünki gördük artıq heç kəs qalmayıbdı. Bağlayırlar qapıları, başladıq hazırlaşıb çıxmağa. Əslində günlük rutinimiz demək olar belə gedirdi praktika vaxtında. Səhər-səhər gedirdik kursa, sonra gəlirdik praktikaya, sonra isə keçirdik, evə gedib öz hazırlıqlarımızı keçirdik, kimisi iş yerinə gedirdi və s. Demək olar ki, yoldaşlarım da günlük rutini bundan ibarət idi. Ona görə o vaxt çəkdiyim heç videoların heç birini editləyə bilmirdim. Buraxın editləməyə heç videoları nə çəkdiyimə belə baxa bilmirdim. Həqiqətən telefonumun yaddaşı o qədər dolu bir vəziyyətdədir ki, hal-hazırda hələ də nə qədər video silməyimə baxmayaraq. Praktika dönəmi necə olur desəz, məncə olduqca maraqlı olur. Deməli, magistr indi mənim ixtisasım hesabıma riyaziyyat idi. Biz orada müəyyən saat ayrılmışdıq. Biz həmin saatlarda, bəzi saatlarda biz sadəcə dinləyirdik, dərslərə girirdik. Bəzi saatlarda isə özümüz dərs keçirdik və bir də açıq dərsimiz olurdu. Məncə maraqlıdır. Tələbələrlə də, bakalavr tələbələrlə birlikdə oturmaq. Amma bu dəfə bakalavr deyil, bir magistr tələbəsi olaraq birlikdə oturmaq onlarla. Müəllimlərin dərsini dinləmək, bəzilərlə o təcrübə qazanmaq, onların dərs demə stillərinə diqqət yetirmək. Çünki biri var, tələbə olaraq diqqət yetirsən, o an orada öyrənməyə fokuslanırsan, müəllimin ağzına çıxan kəlməyə fokuslanırsan. Bir də var, müəllimin dərs demə tərzini kənardan izləyirsən. İkisi də çox yaxşıdır. Təbii ki, çox sevdiyin müəllim olanda daha da yaxşıdır. Mənim rəhbərim olduqca şirin və mehriban bir xanım idi. Çox da savadlı bir müəllimə idi. Məncə adını çəksəm də problem olmaz. Gülşən müəllimə hesabıma riyaziyyatında, yəni ki bir gün bu vlogu izləyib həqiqətən o ixtisasda oxuyan biri olsa bunu tanıyar və yəni müəlliməmizi tanıyar və mənə haqq qazandırar. Olduqca maraqlı idi. Yəni təsadüfən seçmişdim onu. Tanımırdım. Mən bakalavrda oxuyanda riyaziyyat müəllimliyini oxuduğum üçün, müəllimimiz də riyaziyyat qruplarına dərs keçdiyi üçün biz rastlaşmamışdıq heç vaxt. Digər müəllimləri tanıyırdım, amma bir yenilik olsun. Həm də ki, nədənsə məni cəlb elədi o ad və mən o adı seçdim. Elmi rəhbərim olaraq olduqca məmnunam. Hər kəsə tövsiyə edirəm. 2 nəfər yer var idi. Rəfiqəmlə dedik ki, elmi müəllim olsun və ikimiz də elmi müəllim seçdik və heç birimizə peşman deyilik. Çox. Ümumiyyətlə bizim kafedra məncə çox maraqlı idi. Çox gözəl kafedradır. Elə deyim, ən doğru seçimlərdən biri hesabıma riyaziyyatında oxumaq oldu.
Elə birincisi riyaziyyat müəllimliyində oxumaq, ikincisi isə hesablama riyaziyyatında məhz həmin elmi rəhbərin rəhbərliyi ilə oxumaq oldu. Çox gözəl idi, çox sona qədər dəstək oldu. Çünki zaten dissertasiya dönəmi olduqca qarışıq bir dönəmdir məncə. Həm də işləyən tələbələr üçün daha da qarışıqdır. Bu vəziyyəti olduqca sadələşdirən, problemi halına gətirməyən müəllimlər ən böyük dəstəkçidir həqiqətən. Ümid edirəm ki, bu ixtisası və bu fakültəni seçən hər kəs oxuduğu ixtisasdan da, fakültədən də, müəllimlərindən də bizim kimi razı qalır. Hər kəsə uğurlar arzu edirəm. Vlogun davamına baxaq. Yorulduq. Bizim üniversiteye görün sevinecek. Çünkü görmeyecekler. Acaba dissertasiyaya gelecek inşallah. İnşallah. Ben 4. gündeme geldim. Kim seçemez? Bence çok demek ki buralardayım çünkü. Sen buradasan, biz nasıl yakın uzakta kalmışsan ki. Biz uzak. Sağ ol hele. Buradan düşmeyeyle. Düşer şeyler. Ayda girişimiz olsun, çıkışımız. Girişince sergiye çıkış ve güldü. Makyajı beğendim. Ben de döküm beğendim. İşte belki linersiz makyajımı beğenmişim. Bir teşekkür. Güzel. Teşekkür ederim. İlişkin boş olduğunu gören de bizim sevincimiz. Yarın diye çekilerim. Çok yorgunum be. Yaş koşsun. Gönlü olur. İkinci mertebede düşürük. Yani. Yani. Bu halde ben geçiş şekilde çıkmağı gözlemem. Bu vəziyyətimizdə geçiş şekilde çıkmağı gözləmirdim. Beşinə. Aslında bu anlar üçün darıxacaq bəlkə də, amma mən hala heç içimdə buruqluq yoxdur. Şükür var. Şükür var. Şuraya bunu da yazdık bitirdi Allah. Ben həqiqətən rüyalarıma girirdi. Değil mi? Bir de L'si yazmamızı İki tane istəsələr şey də qalıb olacaq. beynimdə. İndi iki tane şey qalıb beynimdə. Nə? Gülsün müəllimə imzalatmaq. Hə, Bir də yazarsan. gündəliyi vermək. Dördüncü gün zaten var. Hə. Buradadır. Gidip verərsən. Heç nə. Mənim də canım qurtardı. Allah'a şükür. Çünki mən uzaqdayım həqiqətən. Mən çox vaxtım gedir. Mən də düşünürəm ki, madem vaxtım gedir, çıxıram ki, buradan düşək. Madem vaxtım gedir, çıxıram. Elə gəlim burada da bir oturub dərs eləyib də. O da onu da eləyə bilmirəm. O imkan vermirlər ki. Yəni deyirəm heç olmasa kitabxanaya falan girim də. Amma o nə deyəcəm şu? Çünki evdə çox fikrim yayılır. Gidək üzü küləyə şahlas. Zaten üzü küləyə gidəcək çünki kurs küləkdə, küləyə tərəfdədir, küləyə gəldiyi tərəfdədir kurs. Evet. Gedək. Getdik. Belə görürsünüz. Uf, yaxşı. Yaxşı sallayla. Özü bəyəndiyi gündə özü bəyənməz deyə vurma. Öyle. Gel. Kapısı da çayında da yani. Öyle. Ay. Ay kafedra değil mi? Daha bu bir ay kafedra görmeyi istemiyorum. Lale bir hafta kafede görmeyi istemeyecek. Bir hafta yok bir ay. Dissertasiyaya kadar. Görmeyi istemiyorum hiçbir şey. Çık. Gidek. Ay benim hedefe gitmeyim var ya. Ay Allah. Benim hele eve gitmeyim var. Lale şey, imtahançı hazırımı ləğv elədim. Hə. Elə bilirəm ki, çatacağım aylar. Belki de kızıl hayatı manifestlədi Yaşahlas. Necə yəni? Kızıl hayatı manifestlədi belki. Yox valla mən manifestləməmişəm. Hele yok Nədir? Hele yok Kızıl hayatı. Yani bizim yazdığımız hikaye tesere kızıl hayatı olur. Hə, Yani elə. anladın? Nə bilim. Yani en azından Heç təşkil bilmirəm ki, nə yazmışam. Ben oku yazdım. Cümleler değişik yazdım.
Yox, çox Məndə var belə otistiklik. sən hər şeyi müəllim falan elədin. Nəysə. Elə hər şey qızın həyatında hər kəs müəllim eləmiş. Maşmaq istəyir, hər yer işığı yandırıblar, qəşəng görsənir. Bax, qaranlıqda da işıqların yanması qəşəng görsənir. Belə qaranlıqlaşmaq istəyəndə işıqların yanması görsənir. Bakının gecə Mən də. gecəsini sevirəm. Mən də. Qaranlıq Qaranlıq saat sevirəm. 2-də, 3-də, конечно, ya da 1-də, 1-də, 12-də yox. Amma saat gecə 9 olsun, 10 olsun. Məsələn, Magistrada qayıdırdıq yanında çox Hə, gözəl ay çox olurdu. gözəl olurdu. Amma yorğun olurduq deyə də dadını çıxarda Hələ mən də bilmirdik. qızlarla şeyə getmişdim, mərkəzi parka getmişdim axşam vaxtı. Elə Ay, gözəl idi qəşəng oralar, olar. çox gözəl idi. Ay nə gözəl maşındır. Rəngi də çox qəşəng. Xoşun gəlir ürəkdən? Hə. Turkuazda. Turkuaz. Burada gördüğünüz kimi artık günüm bitir ve eve doğru gedirəm. Demək olar ki, normal praktika günlərim rutin olarak bu şekilde geçir. Kursu çekmedim de çünkü orada ders öğrendiğim fikrim yayınır. Ona göre çekmedim ama üniversite bol çekmişəm əslində. Çalışacağım bir neçə gün çekim belə. Sonunda da hava şəraiti bizi təcrübələndirir. Heç gözləmədiyimiz halda dolu yağır ve beləcə günü sonlandırıram. Növbəti vloglarda görüşək inşallah. Hələlik. Qar yağır, doğu yağır.